Salam əziz şagirdlər, mən sizlərə 3-cü sinif riyaziyyat dərsliyindən tapşırıqların izahını verəcəm. 3 rəqəmli ədədlərin toplanması. Öncə öyrənmə materialına diqqət edək. Ədədləri alt-alta toplayarkən uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır. 3 rəqəmli ədədlərin cəmini tapmaq üçün əvvəlcə təkliklər, sonra onluqlar, axırda isə yüzlüklər toplanır. Yəni, əziz şagirdlər, nəyə diqqət etməliyik? Alt-alta yazarkən təklik-təkliyin, onluq onluğun, yüzlük yüzlüyün altında yazılmalıdır mütləq. Yoxsa biz cavabı düzgün almırıq. Sonra isə təklikdən başlayaraq hesablayırıq. 324-ün üzərinə 213 gələndə əvvəlcə təkliyi toplayıb 4-ün üzərinə 3 gəlsə edir 7. Sonra onluqları toplayıb 2 onluqdan 1 onluğun cəmi edir 3. Yüzlükləri toplayanda 3 onluqdan 2 onluğun cəmi edir 5 onluq. Həmçinin ədəd oxu üzərində 324-ün üzərinə 213 gələrsə, əvvəlcə 324'ü ədəd oxu üzərində müəyyən edirik. 213'ün ədədində 2 dənə yüzlük olduğu üçün 2 yüzlük irəli gəlirik. 1 onluğumuz olduğu üçün 10 vahid irəli gəlirik və 3 təklik irəli gəlib cavabı alırıq. Bələdçi tapşırığına baxaq. Baxırıq 3 yüzlük var, 3 onluq var, 5 təklik. 1 yüzlük, 2 onluq, 2 təklik. 335 üstə gələk 122. 5'in üzerine 2 gelsek 7, 3'ün üzerine 2 gelsek 5, 3'ün üzerine 1 gelsek 4 eder. 5 yüzlüğümüz, 4 onluğumuz, 6 təşliğimiz var. 1 yüzlük, 0 onluq, 1 təşlik. 546'nın üzerine gəlirik 101. 6'nın üzerine 1 gelsek 7, 4'ün üzerine 0 gelsek 4, 5'in üzerine 1 gelsek edəcək 6. 642 etmiş olar. Cəmi tapın, tapaq. 0'ın üzerine 0 gelsek 0. 0 onluqlardır. 0. 3'ün üzerine 2 gelsek 5. 0'ın üzerine 0 gelsek 0. 0'ın üzerine 2 gelsek 2. 4'ün üzerine 3 gelsek edecek 7. 3'ün üzerine 5 gelsek 8. 4'ün üzerine 0 gelsek 4. Yüzlüğümüz yoktur aşağıda. İkinci toplananda 1'in üzerine 0 gelsek düşünək ki 1 edir. Yəni aşağısı boşdursa ədədi olduğu kimi aşağı düşürdürük. Həmin mərtəbənin yerinə. 5'in üzerine 0 gelsek 5. 0'ın üzerine 7 gelsek 7. 1'in aşağısında heç nə yoxdur. Düşünək 0 var. Edəcək 1. 2'nin üzerine 6 gelsek 8. 3'ün üzerine 4 gelsek 7. 8'in üzerine 1 gelsek edəcək 9. 7'nin üzerine 2 gelsek 9. 3'ün üzerine 1 gelsek 4. 5'in üzerine 3 gelsek edəcək 8. 1'in üzerine 4 gələndə edir 5. 6'nın üzerine 3 gelsek 9. 1'in üzerine 5 gələndə edəcək 6. Alt-alta yazmaqla cəmi tapın, bir neçəsini ədəd oxu üzərində göstərin. Biz necə dedik? Mütləq alt-alta yazanda diqqət etməliyik. Təklik təkliyin altında yazılmalıdır. Onluq onluğun, yüzlük isə yüzlüyün. Baxın, 203 ədədi. Birinci ədəddə təklik də var, onluq da, yüzlük də. Yəni onluğumuz sıfırdır. Amma təklik mərtəbəsində ancaq ikinci toplananda isə ancaq təklik mərtəbəsi. Ona görə təkliyin altından yazırıq. 203'ün üzerine 6 gelsek, 3'ün üzerine 6 gelsek 9. 0'ın aşağısı boş olduğu için, həmçinin yüzlüğün aşağısı boş olduğu için olduğu kimi düşürürük, aşağıda yazırıq. 600'ün üzerine 40 gelsek, 0'ın üzerine 0 gelsek 0, 0'ın üzerine 4 gelsek 4, altını da düşürürük. 334'ün üzerine 62 gəlirik. 4'ün üzerine 2 gelsek 6, 3'ün üzerine 6 gelsek 9, 3'ü yazırıq aşağıda. 504'ün üzerine 4 gelsək, 4'ün üzerine 4 gelsək 8, 0'ı düşürdürük və 5'i də düşürdürük. 251'in üzerine 118 gəlirik. 1'in üzerine 8 gelsək 9, 5'in üzerine 1 gelsək 6, 2'nin üzerine 1 gelsək edəcək 3. 953'ün üzerine 33 əlavə edirik. 3'ün üzerine 3 gelsək 6, 5'in üzerine 3 gelsək 8, 9'u yazırıq yüzlüğün yerine. 534'ün üzerine 161 əlavə edirik. 4'ün üzerine 1 gelsək 5, 3'ün üzerine 6 gelsək 9, 5'in üzerine 1 gelsək edəcək 6. Ədədləri açıq şəkildə yazmaqla da toplamaq olar. Bu zaman mərtəbə qiymətləri toplanır və cəm tapılır. Nə edirik əziz şagirdlər? 213'ün üzerine 345 gəlib. Ayraq mərtəbə qiymətlərinə 2 yüzlük, 1 onluq, 3 təklik, 3 yüzlük, 4 onluğumuz 40, 5 təkliyimiz var. Ve burada da qaydaya uyğun olaraq toplayıb.
Yüzlükdən yüzlüyü toplayıb, onluqdan onluğu toplayıb, təklikdən təkliyi toplayıb. Axırda isə alınan cəmləri bir-birinin üzərinə gəlir. Yəni şifahi olaraq da bu qaydalar bizə misalı daha rahat, daha tez tapmağa kömək edə bilər. Üçüncü tapşırıqda deyir, ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə toplayın. Gəlin baxaq. Mərtəbə qiymətlərinin cəmi şəklində necə deyir? Baxın əziz şagirdlər, necə yaza bilərik? 3 yüzlüyümüz, düşünün ki, bunu bu qaydada yaza bilərsiniz. 300, burada 2 onluğumuz 20, 7 təklik. Burada 1 yüzlüyümüz 100, 2 onluğumuz 20 və burada 2 var. Yüzlükdən yüzlüyü toplaya bilərik. 300, belə yazaq. Mərtəbə qiymətlərini ayırdıq. 300 üstə gələk 20, üstə gələk 7. Burada da 100 üstə gələk 20, üstə gələk 2. Aşağısında isə cəmlərini yaza bilərik. 300-ün üzərinə 100 gəlsək 400, 20-nin üzərinə 20 gəlsək 40, 7-nin üzərinə 2 gəlsək edəcək 9. Bir yerdə də toplayanda edəcək 449. Burada da eyni qayda. 500-lüyün üzərinə gələk 6 onluq 60, üzərinə gələk 4 təkliyi. 200-lüyümüz 200, üzərinə gəlirik 3 onluğumuz 30, üzərinə gəlirik 2 təkliyi. 500-ün üzərinə 200 gəlsək 700, 60-ın üzərinə 30 gəlsək 90, 4-ün üzərinə 2 gəlsək edəcək 6. Toplayanda isə 796 etmiş olacaq. Eyni qayda burada qeyd edək. 300-lük üzərinə gələk 0 onluq, üzərinə gələk 4 təklik. 444 ədədində 400 üstə gələk 4 onluğumuz 40, üstə gələk 4 təklik. Alt-alta toplasaq, yüzlükdən yüzlüyü, 300-dən 400-ün cəmi 700 edir. Üzərinə gələk 0-ın üzərinə 40 gəlsək 40, 4-ün üzərinə 4 gəlsək 8. Cavab edəcək 748. 512-nin üzərinə 205 gəlsək, 500 üstə gələk 10, üstə gələk 2 şəklində yaza bilərik, açıq şəkildə. 205 isə 200 üstə gələk 0 onluq, üstə gələk 5. Sonra isə yüzlükdən yüzlüyü toplayırıq. 500-ün üzərinə 200 gəlsək edəcək 700. 10 üzərinə 0 gəlsək edəcək 10. 2-nin üzərinə 5 gəlsək edəcək 7. Bunların cəmi isə edir 717. Yəni bərabər qoyub cavab buradan da 717 yaza bilərsiniz. 424 üstə gələk 272. 424 400 üstə gələk 20, üstə gələk 4. 272 ədədində 2 yüzlüyümüz var. 7 onluğumuz 70, üzərinə gəlirik 2 təkliyi. Və bunları toplasaq 400-dən 200-ün cəmi edir 600. Üzərinə gələk 20-dən 70-in cəmi 90, üzərinə gəlirik 6-nı. Edəcək 696. Cəm neçəyə bərabərdir? 696-ya bərabərdir. 425'i 400, üzerine gələk 20, üzerine gələk 5, 143 ədədində 100 üzerine gələk 40, üzerine gəlirik 3'ü. Cəmləsək 400'dən 100'ün cəmi 500, 20'dən 40'ın cəmi 60, 5'in üzerine 3 gəlsə edəcək 8 və burada alınan cəmləri toplasaq edəcək 568. Cəmimiz neçəyə bərabər oldu? 568'ə. 200 üzerine gələk 2 onluğumuz 20, üzerine gəlirik 0. 128, 100 üzerine gəldik 20, üzerine gəldik 8. 200'dən 100'ün cəmi 300, 20'dən 20'nin cəmi 40, 0'ın üzerine 8 gəlsə edəcək 8, 348 bərabər neçəyə? 348'ə. Davam edək. Misalları həll edin. İstədiyiniz yoldan, sizə rahat olan yoldan hesablaya bilərsiniz. 400 üzərinə 5 gəlsə edəcək 405. 342'nin üzerine 7 gelse 347. 837'nin üzerine 131 gelsək, bayaqçı qaydalardan da hesablaya bilərsiniz. Edəcək 968. 366'nın üzerine 12 gelse edəcək 378. 128'in üzerine 201 gelsəz. Baxın əziz şagirdlər, yüzlükdən yüzlüyü toplaya bilərsiniz. 100, burada da 200'lüyümüz 200. 100'dən 200'ün cəmi 300. 20'den 0'ın cəmi edəcək 20, 8'dən 1'in cəmi edəcək 9. Bir-birini tamamlayanda 300'ün üzərinə 20 gəlirik, üzərinə 9 gələndə edir 329. Eyni qayda burada da yaza bilərsiniz. Yüzlükləri toplayın. 6 yüzlük, 2 yüzlük edir 800. Onluqlarımız 0'dır. Təklikləri toplasaq 1'in üzərinə 4 gəlsək edir 5. Bir-birindən toplayanda 800'ün üzərinə 5 gəlsə edəcək 805.
Burada da 867 almış olaraq. Davam edək. Hovuzda 750 litr su var. Çəndən hovuza 128 litr su əlavə etdilər. Hovuzda neçə litr su qaldı? Hal-hazırda, əziz şagirdlər, hovuzda nə qədər su var? 750 litr su var. Çəndən hovuza əlavə olaraq da 128 litr su töküblərsə, hovuzda nə qədər su olacaq? 750 su var idi. 750 litr. Üzərinə 128 litr də su tökdük. Nə qədər su olacaq? 0-ın üzərinə 8 gəlsək 8, 5-in üzərinə 2 gəlsək 7, 7-nin üzərinə 1 gəlsək 8. Hovuzda 878 litr su olar. Davam edək. 6-cı sonuncu məsələmizə baxaq. Heyvanlar aləmi kitabının qiyməti 3 manat 20 qəpik. Şəkilli təcrübələr kitabının qiyməti isə 5 manat 70 qəpikdir. Bu iki kitabı almaq üçün nə qədər pul ödəmək lazımdır? Getmişsiniz mağazaya, bir dənə heyvanlar aləmi haqqında kitab görürsünüz, bir də şəkilli təcrübələr haqqında kitab görürsünüz və hər ikisini bəyənib almaq istəyirsiniz. Siz həm bu kitabı, həm də digər kitabı almaq istəsəz, nə qədər pul verməlisiniz? Nə qədər ödəniş etməlisiniz? Bunu necə müəyyən edirsiniz? 3 manat 20 qəpik biridir. 5 manat 70 qəpik biri. Əlbəttə ki, bu pulları toplamalıyıq ki, görək cəmi nə qədər pul ödəməliyik. Qəpikləri toplasaq 20 qəpikdən 70 qəpik eləyir 90 qəpik. 3 manatla 5 manatın cəmi eləyir 8 manat. Cəmi nə qədər pul ödəməliyik? 8 manat 90 qəpik pul ödəməli olarıq. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlar.